Ağdərə rayonunun Həsənrız kəndinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə kəndə 72 nəfər olmaqla 20 ailə köçürülüb. Həsənrız kəndinə köç edənlər bugünə qədər ölkənin müxtəlif yerlərində müvəqqəti məskunlaşan vətəndaşlardır. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlayan səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye və energetika müəssisələrində işləyən ümumilikdə 40 minə yaxın insan yaşayır. Bugün Ağdərəyə qayıdışdı. O qayıdışla bağlı oğluma ev düşübdü. Mən də gedirəm oğlumun evini görməyə. Allah bizim şəhidlərə rəhmət eləsin, qazilərə şəfa versin. Cənab Prezidentimizin can sağlığı ordusu ilə bir yerdə. Çox sevinirəm. Həssiz dərəcədə eşiyimiz olur. Prezidentimizə başına görüm. Allah can sağlığı versin. Köməyində dursun. Şəhidlərimizə də Allah rəhmət eləsin. Qazilərimizə can sağlığı. Qazilərimizə də Allah kömək olsun. Qohum əqrəbə gedir, onlara kömək eləməyə gedirəm. Xeyirli olsun. Allah kömək olsun. Sevinirəm, belə fəxr edirəm ki, mən Azərbaycanlıyam, öz yurduma gedirəm. Bugün bu nəvəmin ad günüdür. Ad günündə dövlət ona açar təqdim eləyir. Çox sevinirəm.